buradan üzümü tuturam. Quba rayonunun Səbətlər kəndində yaşayan məşhur quldur, Ailə dağıdan, Araqətən, arvad kimi şər danışan, qeybətçi Hacıyev Elbrus Ağabala oğlu sənəm. Mənim bu gözümün qabağında sən, dayın Qasımın oğlu Həbibin motorunun sefini uğradın. Uğru sən. Mən sizin evdə olanda sənin qardaşın uğru Təbriz, Cey Təbriz, mənim 500 manat pulumu məcbur əlimdən alıb, 100 manatını sənə verdi, 400 manatını da əxlaqsız qadınlara. Sən dedin ki, mən polisdən qorxmuram, mən polisdən qorxmuram. Ya mənim 500 manat pulumu yığın göndərin, ya da bizimlə sən verilişinə gəlib çıxıb, səni də, o gey qardaşım Təbrizi də ora gətirəcəm. Yaxşısı budur, canın çıxsın, get kredit göt, mənim 500 manat pulumu ver.